Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhdə təqsirləndirilən Tural Qambayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Tural Qambayev 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, hadisə ötən il oktyabr ayında Şirvan şəhərində baş verib. Təqsirləndirilən Tural Qambayev keçmiş həyat yoldaşı Lamiyə Qambayevaya ailə məişət münaqişəsi zəminində baş verən mübahisə nəticəsində 11 bıçaq zərbəsi vurub. Sonra sirkə turşusu içərək intihara cəhd edib. Qeyd edək ki, Lamiyə Qambayeva Şirvan şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır. Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.